Salam, hər vaxtınız xeyir olsun. Kəlbəcər mətbəxinin dəyərli izləyiciləri. Yenidən hər birinizi xoş gördük. Bu günləri mən sizlər üçün asan bir yemək reseptini paylaşacağım. Hər bir xanım kotlet hazırlamağı bilir. Mən də öz zövqümə uyğun 300 qram çəkilmiş ət götürmüşəm. Zövqə görə duz, istiot, sarı kök, qırmızı pul biber, 3 ədəd orta boy kartof, 1 ədəd baş soğan, zövqə görə kişniş, şüyüd, nane qurusu istifadə edəcəm. Duzun, istotunu əlavə etdik. Soğanın göyü əlavə edirik. Kartofu tövkadan keçirdikdən sonra suyunu sıxırıq. Hər bir ərzaqını əlavə etdikdən sonra bir 5-10 dəqiqə qəşəng yoğuruq ki, kotlet bir-biri tutsun. Soyuducunun alt gözündə 5 dəqiqə gözlədirəm. Gördüyünüz kimi belə balaca yumru kotletlər hazırlayırıq. Gördüyünüz kimi çox bişirmirəm. Bu qədər bəs eləyir. O yüz biraz qızaranda götürürük. İndi isə badımcanlarımızı uzun-uzun doğrayıb kotletin yağında qızardıraq. Badımcanları da çox qırmızı qızartmırıq. Bu cürünə qızardı, bir kənara yığırıq. Badımcanları da qızartdıq, kotletləri də qızartdıq. İndi isə biz bir xörək qaşığı tomat, daha dadlı olmağı üçün belə bir acikadan da istifadə edəcəm. Tomatı, acikanı 150 qram soyuq su ilə açdıqdan sonra əlavə edirəm bişirdiyim qabın içərisinə. Qızartdığım badımcanları üstəgəl formasında qoyub kotletləri ona görə dedim ki, balaca hazırlayaq. Bu formada bükürük. Hər bir ərzaqını hazırladım. Gördüyünüz kimi pomidoru, biberi də doğrayıram. Düzəcəm yanlarına. Zövqə görə də 2-3 belə diş sarımsaq əlavə edirəm. Yeməyi tamamladıqdan sonra üzərinə də holland pendiri əlavə edib hərə öz sobasının dərəcəsinə görə ayarlayıb təxmini 200-170 dərəcədə bişirəcəm. Əziz izləyicilərim, bu da mənim hazırladığım tərəvəzli kotlet. Əgər siz də bəyəndinizsə, mənim reseptimdən istifadə edə bilərsiniz. Hər birinizə təşəkkür edirəm.